Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, əziz tamaşaçılar. Demək, əziz dostlar, indi burada yəqin ki, mənə zəng vuranlar, o mənim sosial şəbəkələrdə səhifəmə yazanlar da məni buradan dinləyəcəklər, görəcəklər ki, mən onların xahişini yerinə yetdim. Onların xahişləri nə idi? Bilirsiniz ki, bir neçə müddət bundan öncə Berlində Hikmət Hacıyevi Ceyhun Bayramovun orada yürüyüş zamanı küçədə bir tərbiyəsizin biri onlara yaxınlaşdı və çox belə yersiz suallar və çox tərbiyəsizcəsinə bir səs tonu ilə, bir yanaşması ilə, hamısı tərbiyəsiz idi. Yanaşması da, səsinin tonunu da, verdiyi suallar da və bizim bu dövlətimizin bunlar məmurlarıdır və eyni zamanda da dövlətin təmsilçiləri, dövlət adamlarıdır. Və onlar avtomobillərinə binəndə bunun o danışıq tərzi, onlar hansı siz özünüz müşahidə, daha doğrusu baxmısınız buna və mən o tamaşaçılarımdan bir neçə insanlar məndən xahiş elədi ki, buna mən münasibət bildirim. Əziz dostlar, bu Hikmət Hacıyev, Ceyhun Bayramov, bu adamlar bilirsiniz ki, yəni bunu təkrarçılığa ehtiyac yoxdur, bu dövlət adamlarıdır. Və bizim dövlətimizin apardığı siyasəti beynəlxalq tribunalarda səsləndirən şəxslərdir bunlar. Bunlar əyərləri Avropanın küçələrində, bilmirəm, indi onlar çox güman ki, onların geyim tərzindən belə hiss elədim ki, bunlar orada ya istirahət edirdilər, ya küçədə yürüyüş edirdilər. Axır ki, nəsə bir iş görüşməsindən gələnə oxşamırdılar. Və bir tərbiyəsizin biri bunlara yaxınlaşır. Bayaq dediyim kimi, yəni dinləmişsiniz də onun oradakı sualını da, onun hər şeyini də, ona görə burada ehtiyac yoxdur təkrar etməyə. Mənim burada münasibətim nə olacaq? Bax, elə danışığa başlayanda mən münasibətimi bildim. Bu çox tərbiyəsiz bir adamdır. Çox tərbiyəsizdir bunlar. İndi söhbət tək bundan getmir. Çünki bunun kimi adamlar da otururlar Avropada. Onlar da görürsünüz də bizim nəinki dövlətin məmurlarını, hətta Azərbaycanda bir hörmətli iş adamları da var, onları da söyürlər, təhqir edirlər. Şəxsən mənim özümü də təhqir edirlər bir neçə dəfə olar və bunlar belə hesab edirlər ki, biz bu günləri Azərbaycan dövlətini, Azərbaycan xalqını, Azərbaycan dövlətinin rəhbərini, Azərbaycan hakimiyyətini biz bu günləri müdafiə ediriksə, biz bu günləri onlara xidmət ediriksə, bunların düşüncəsi ilə biz satılmış adamlarıq. Biz satılmış adamlarıq. Amma bunlar Azərbaycana düşmən olan qüvvələrə, deyək ki, Azərbaycanda ixtişaşlar yaratmağa maraqlı olan bəzi dövlətlərə gedib, onların əlində maşa olurlar, Azərbaycana xəyanət edirlər, Azərbaycanın dövlətçiliyimizə xəyanət edirlər, məmurumuza xəyanət edirlər, iş adamlarımıza xəyanət edirlər, müəllimlərimizə, həkimlərimizə, hər bir şeyimizə xəyanət edirlər. Onlar olurlar gözəl insan, biz oluruq satılmış. Niyə? Mən şəxsən, mən Azad İskəndərli olaraq, mən dövlət məmuru deyiləm. Və mən heç vaxtı da imza atıb harasa əmək haqqı almamışam və mənim də bu hakimiyyətin dövründə nə məşəqqətlər çəkdiyim hamının gözü önündədir. Yəni, buradan qaçıb gedib Avropada sığınacaq tapıb satılmış adamlar mənim bu hakimiyyətin dövründə yaşadığım bir günlük zilləti onlar yaşamayıblar. Mən illərlə yaşamışam, məşəqqətlər keçmişəm mən. Amma mən bugün nə hakimiyyətimi, nə dövlətimi, nə vətənimi satmamışam, satmaram da. Mənim üçün Hikmət Hacıyev Azərbaycan dövlətinin apardığı xarici siyasətə nəzarət edən bir şəxsdir. Bu dövlət adamıdır.
Mənim müqəddəs borcumdur ki, mənim dövlətimin rəhbərlərinə, mənim öz dövlətimə yanaşmam mənim namusum, qeyrətim çərçivəsində olmalıdır. Bu mənim borcumdur. Demək, mən dövlətimə, vətənimə, millətimə necə yanaşıramsa, mənim namusum da, şərəfim də ora qədərdir. Ora qədərdir. Durur, deyək ki, Fransadan məni təhqir eləyir. Bir axmaq bir adam da durub məni təhqir eləyir orada ki, mən bu günləri Azərbaycan dövlətinin başçısının apardığı xarici siyasəti dəstəkləyirəm və bəyənirəm. Ona görə məni təhqir eləyir. Saatlarla söyürlər məni. Mən bax, bugün ən sıravi adamdan soruşuram. Belə bax, mənim kimi ən əziyyət çəkən adamın birindən soruşuram. Yəni, bu hakimiyyətdə təmsil olunmayan, bu hakimiyyətdən qidalanmayan bir şəxsdən soruşuram. Mən bugün dövlətimə yox, dövlətimin rəhbərinə yox, başqa dövlətlərə satqınlıq eləsəm, millətimin milli maraqlarını, dövlət maraqlarını satsam, yaxşıdır, yoxsa mən dövlətimə xidmət etsəm yaxşıdır. Bax, bunu ən pis vətəndaş da, ən qeyrətsiz vətəndaş da mənə deyəcək ki, dövlətə xidmət eləsin yaxşıdır. Gör, bunlarda nə qədər şərəfin, ləyaqətini itirmiş adamlardır ki, bugün Azərbaycan dövlətinin başçısı, sizin mən nə deyim ki, bax, dünyada elə bir resurslara malik bir dövlət başçısı yoxdur. Bizim İlham Əliyev kimi. Bizim dövlətin başçısı işğaldan torpaqları azad edən bir ordunun komandanıdır. Bədbəxt insanlar, dünyanın harasında bu dəqiqə, hal-hazırda mövcud bu dünyada, mövcud bu zamanda işğaldan kim torpaq azad eləyə bilib ki? Azərbaycan ordusu və onun komandanı İlham Əliyev. Bu İlham Əliyevin haqqını itirirsinizsə, bax, yenə də deyirəm, məni tanıyanlar bilir, Azərbaycan hakimiyyətindən bir qəpik qidalanmıram, qidalanmamışam da heç vaxtı, əksinə ən böyük əziyyətləri mən çəkmişəm. Amma həqiqəti deyəcəm. Azərbaycanın apardığı xarici siyasət, Azərbaycan tarixini bilənlər bilir. Nə zaman bu qədər yüksək səviyyədə olub? Hansı dövrdə, məsələn, neçənci ildə, neçənci əsrdə Azərbaycanın xarici siyasəti bugünkü səviyyədə olub? Düşündə bir nəfər. Bu cür dövlətin başçısın, söy, nə bilim, bunu dağıtdı, bunu yedi, bunu nəmnədi, özə xaricdə, orada, burada, bu şərəfsizlikdir, bu ləyaqətsizlikdir. İndi deyəcəksiniz ki, hə, bu satılıb, bu pul alır dövlətdən. İndi bunu kimsə mən o videonun altından yazsa, mənə tanıyanlar tanıyır da. Bütün dövlət məmurları da tanır məni, ölkə ictimaiyyəti də tanır məni. Bilirlər ki, mən 10 qəpi nə heç bir yerdən mənim gəlirim olmayan bir adamam. Hüquqşünasam. Keçən səfərdə dedim də, biri gəldi, bir ərizə yazdım, 50 manat aldım, onunla yaşayıram. Mələ o da götürüb xərcləyirəm, sizə bəzi o satılmışlara cavab verə-verə o yolda xərcləyirəm. Onları da. Mən Azərbaycan dövləti tərəfindən 56 yaşım var, 1 manat mənə oradan xeyir gəlməyib. Nə Azərbaycan hökumət tərəfindən, 1 manat. Əksinə,
dişimlə, dırnağımla qazandığım şeyləri mən bu yolda xərcləmişəm. Bir dənə məmur çıxsın, desin ki, mən Azad İskəndərlə bu Azərbaycanın dövlətçiliyinə, Azərbaycanın apardığı siyasəti xaricdə ya burada müdafiə etdiyinə görə 10 qəpik dəstək vermişik. Mümkündür, ola bilməz, yoxdur. Bu mənim vicdanımdır. Bu mənim vicdanımdır. Mən buradan duram. Azərbaycan-İsrail dostluğuna xələl gətirən hərəkətlər danışam, söyəm İsraili, nə bilim, nəyə lazımdır? İsrailin bizə nə pisliyi dəyib ki? İsrail hər zaman bizə dəstək olub, həmişə bizim yanımızda olub. İndi sən başqa hansısa bir dini əqidəyə qulluq eləyirsən, qardaşım. Elə, problem deyil. Məsələ ondadır ki, sən niyə söyürsən ki? Sənin xidmət elədiyin dini o quruma, nə bilim mən, hansısa deyək ki, hansısa bir dövlətin sən burada agentura şəbəkəsində oturmuşsan deyək ki, biz söyürük səni. Xüsusi xidmət orqanları, onlar sizinlə məşğul olur. Siz niyə söyürsünüz? Niyə söyürsünüz? Bax, mən deyirəm ki, İsrail bizə dostluq eləyib, qardaşlıq eləyib, 30 il savaşımızda yanımızda olub. Mənim səbəbim var İsrailə dost deməkdə. Bax, bunları səbəb gətirəm. İsrail bizə dəstək verib bütün 32 ildə bizim torpaqlarımız işğal olanda və mən bir türkçü millətçi olaraq deyirəm ki, tam məsuliyyətinə bu günə qədər dünyanın ən qədim millətləri, Yahudilər, Türklərdir və bu günə qədər bu iki millət arasında heç bir zaman savaş çıxmayıb. Mən ortaya səbəb qoyuram. Ona görə də deyirəm ki, biz bu İsraillə biz niyə düşmən olmalıyıq? Hə, Türkiyədə bəzi qruplaşmalar var, bəzi cəmaat var, bəzi dini qurumlar var. Onlar söyürlər. Söyürlər, bəli, bizi də söyürlər İsraillə dostluq eləmədiyimizə görə. Heç onlar üçün maraqlı deyil, İsrail bizə qardaşlıq, dostluq eləyib illərlə. Onlar üçün maraqlı. Onları bugünkü maraqlandırır ki, Azərbaycan niyə dəstək verir İsrailə? Tək ki, bunların apardığı o missiya var ha, biz onlara dəstək verək. Xeyr, biz özümüzə dəstək verəcəyik. Biz nə Azərbaycan dövləti olaraq, nə Azərbaycan xalqı olaraq Azərbaycanın taleyinə dini qurumlarla bağlı, dini təsirlərlə bağlı və yaxud da ki, digər təsirlərlə bağlı yanaşmır. Biz birbaşa Azərbaycanın taleyinə dövlət prinsipləri ilə yanaşırıq, həm xalq olaraq, həm dövlət olaraq. Bizim üçün maraqlıdır. O deyək ki, din öz yerində, obursu öz yerində, kimin inancları ilə heç kimin işi yoxdur. Ona görə də mənim fikrimi bilmək istədiysə, əziz dostlar, əziz millətim, budur və həmişə də öz mövqeyimdə dayanıb duracam. Mən dövlətimə, millətimə xidmət eləyirəm. Mənim ölənə qədər, nə vaxta kimi nəfəsim gəlir bu dünyada, Azərbaycan deyib yaşayacam, Turan deyib yaşayacam. Millətimin, dövlətimin namusunu, şərəfini sonuna qədər çəkəcəm. Ölmək lazım gərəkirsə də öləcəm. Çox sağ olun, gecəniz xeyrə qalsın. Uca Tanrımız millətimizi, dövlətimizi qorusun. Azərbaycan dövlətinə şərəflə xidmət edən bütün məmurlarımız Uca Tanrımız qorusun. Çox sağ olun, gecəniz xeyrə qalsın bir daha.